Kanal Limon. Bütün dünyanı, cümle cahanı, bütün kainatı, yeri göğü güneş ayı, bütün insanları, canlıları, varlıkları yaratan benim uca Allah'ımdır. Benim uca Allah'ım bu dünyanı nice de güzel, füsunkar, cazibedar yaratıp, güzel tabiatıyla, güzel alemleriyle, dop dolu nimetleri ve servetleriyle, ondan ötürü ki yarattığı bütün bendeler Allah'ımın yarattığı bu güzel tabiatından zevk alsınlar. Bu dünyada onlara bahşettiği nimetlerden, servetlerden behrelenerek hoş hürrem yaşasınlar. Ama bugün bu belədir mi? Meğer bu dünyadan tabiatın metri gelir. Yok, elbette ki yok. Bugün tabiatın etrini baret kokusuyla hevesleyibler. Bu dünyada ne kadar muammalı, sirli, gizli, kapalı eraziler, mekanlar, yerler mevcuttur. Ama sanki bugünün alimleri böyle düşünürler ki onlar bu dünyanı emelli başlı keşfedibler. Emelli başlı tüm dünyanı fethedibler. Öten esirler ve eski illerin bütün dünyaya malum olan alimleri, onların keşfleri, icatları, onların gördükleri, bildikleri, qeydləri ve sonda fərziyyələri. Bəli, sonda fərziyyələri. Bəs bugünkü alimler, onlar hansı yenilikləri ediblər? Axı, bugünün alimləri, ötən əsrlərin alimlərinin davamçıları olmalıdırlar. Sanki onlar temelin koyublar. Bəs siz hansı yenilikler etmişsiniz? Gelin bütün alimlerin keşflerini, icatlarını, bütün ilmi işlerini, gördüklerini, bildiklerini kenarlaştırak. Bugün mevcut olan alimler, onların ilmi işleri nedir? Ancak fərziyyələr. Bəli, demek öten əsrlərdə bir alimin sonda dediği fərziyyəsi, yani bu alimin keşfi de var, icadı var. Bütün gördükleri, bildikleri, qeydləri var. Ama sonda bir fərziyyə. Ama bugünkü alimler ancak fərziyyə ilə kifayətlənirlər. Fərziyyə ne demektir? Bunu herkes bilir, herkese malumdur. Fərziyyə sözünün hərfi mənası, yani fərz etmek. Fərz edək ki, fəsar ve ilahır, yani bugünkü alimler fərz edirlər. Ve bunu tüm dünyaya da bu cür beyan edirlər. Bəli, fərz edək ki, bu belədir. Vəsar və ilahır. Demek belə edək. Bütün ötən əsrlərin və eski illerin alimlərini
kənarlaşdıraq. Düşünüb daşınaq ki, fərz edirik. Ay da, günəş də, elə yer də yupyumrudur. Fərz edək, bu belədir. Hər bir bəndə günün gün orta çağı, göy səmaya baxdıqda yupyumru günəş görür. Aylı gecədə isə əlbəttə ki, elə qaranlıq gecəni işıqlandıran yupyumru ayı görəcək. Belə çıxır ki, bütün dünyanın bəndələri alimdir. Hər kəs yumru günəşi də görür, yupyumru ayı da. Bəs yupyumru yaşadığımız torpaq. Bəli, axı bunu belə deyirdilər. Gəlin, əgər doğrudan da ölçü vahidinə əsasdırsa, bu dünyanın tən ortasına bəndəni qoyaq. Yəni yerə. Sanki əlimizlə qoymuşuq. Bu bəndə yerə yıxılır və qalxır, dimdik durur. Yox, biz uçurumdan danışmırıq, quyudan da danışmırıq. Hər bir yolda uçurum da ola bilər, quyu da ola bilər, qəza da ola bilər, fəlakət də ola bilər. Bu aydın məsələdir. Biz məsəl çəkirik. Yəni, yerin ortadır, ortası. Ortasıdır. Və bir bəndə yıxıldı, ayağa qalxdı, dimdik durdu. Bəs, gəlin bu bəndəni qoyaq yerin kənarına. Oradan yıxılsa, hara düşəcək? Hara düşə bilər bu bəndə? Hara düşə bilər? Mənim əzizlərim, əgər dünya yupyumrudursa, dünyanın ortasında bəndə dimdik durub, bəs kənarından yıxılarsa, hara düşəcək? Gəlin, yeri hər hansı bir yeni avadanlıqla qazaq. Necə ki, qazıntı işləri aparırlar, yeraltı məkanlar qasırlar, bunkörlər, metrolar və s. və ilaxır yerlər. Qazaq ki, qazaq, qazırıq hər hansı bir vasitə ilə. Sonda bu qazdığımız hər hansı bir vasitə nə ilə qazırıq? Bax bu, alət. Haradan çıxa bilər? Gəlin biraz aydın izah edin. Bir bəndəni qəlbindən xəncərlə vurursa, kürəyindən çıxır. Bir göy səmada quşu qəlbindən vurursa, kürəyindən çıxır. Demək, bu quş yerə çırpılır. Həmçinin də bəndə də. Bəs yer. Demək, yerin ölçü vahidi bugünə kimi bəndələrə mövcud deyil. Ona görə ki, alimlər bunu kəşf etməyiblər. Bəli. Adi bir simvolu götürək, ürək simvolunu və bu ürəyə keçilmiş ox.
bir taraftan vurulup, diğer taraftan çıkıp. Bu da bir misal. Deniz, denizin derinliği. Meğer bu derinliği dəqiq mi ölçüblər? Bu da dəqiq değil. Mesela okeanlar ve bu okeanların derinliği. Veya buzlu diyarlar. Necə də gözəldir. Bakın buzlu diyarlarda bir bəndə yaşaya bilməz. Ama orada yaşamak için məskunlaşmış heyvanlar, canlılar. Budur Allah'ın möcüzəsi. Fikirləşməyin ki, bu buz dağları altında neyse gizlədir. Bəli, naməlum bir şeyler var. Ama onlar insanlara şamil değil. Bəli, her hansı bir kenardan bir gemi, uçak ve diğer bendelere ait olan vasıtaları, onların hisselerini aşkar etmek olar. Ama bu demek değil ki burada bendeler mevcut olup. Yok. Bu buzlu diyarları, Arktika, Antarktida, buzlu okean, Allah Teala belə yaradıb. Bəli. Sen öz yaşadığın mekanı keşfedə bilmirsən, fəth edə bilmirsən. Senin torpağında ne kadar mağaralar var, gizli yerler, eraziler var, mekanlar var. Tüm dünyada, dünya memleketlerinde dağlar, kayalar, dere tepeler, çaylar, göller, yeraltı sular ne kadardır? Meğer bunların her birini keşfolunup alimler tarafından elbette ki yok. Təbiət, meşələr, canlıları. Ama bugün sanki səmanı, dənizi, torpağı əməlli başlı kəşf ediblər və yeni yer axtarırlar. Kəşf etmək üçün. Bəli, nə torpaq, nə dəniz, ne de ki sema derinliğine kimi keşfolunmayıp. Sadece öten eserlerin ve eski illerin alimleri temelini koyublar. Neler ise keşfedibler. Bəli. Meğer öten eserlerin imaretleri, sarayları ve diğer abideler bunları o dönemlerin bendeleri nece yaradıblar? Hansı üsullardan istifade ediblər? Bu kadar büyük, bu kadar güzel saraylar, memleket sarayları, memleket imaretleri, qədim məscidlər, kilsələr, sinagoglar kəşf olunub. Məbədlər. Bəli. Bunu necə ediblər? Bəli. Bunu necə ediblər? Uzaq ay,
getsək, ötən əsrlərə nələr etməyiblər ki? Nələr olmayıb ki o dönəmlərdə? Misirdə, Monqolistanda, Türkiyədə, Yunanistanda ne kadar yeraltı mekanlar var. Sanki labirenttir. Bunu necə ediblər? Hansı vasitələrlə? Deməyin ki, bugün texnika dönemidir ve bugün hər nələrəsə nail olublar bu alimlər. Yox, təməli önceden qoyulub. Sadece davamçılar, devam edenler ve fərziyelərlə bəndələri bəhrələndirənlər. Bəli, fərziyelər. Baxın, aya raket göndərirlər, bırakırlar. Kosmonavtlar. Meğer onlar nelerse ediblər mi? Ayda keşfedenler olup mu? Neyse. Mənə elə gəlir yox. Ne qədər raketler partlayıb. Məlum olmayan bir yerlərə, ərazilərə düşüb. Bəli, ne kadar raketler bırakılıb. Süni kosmosa, sanki kosmostur. Ve bugün sanki aya bırakılan raket. Yani ki sanki ayı yok, ayın etrafına fethedecek, devre vuracak. Mənim əzizlərəm, məyər ay alma ölçüsündədir? Ya narengi? Necə devrə vuracaq? Bu raket ayı. Ay size bu kadar küçük görsənir. Yani ki bir bəndə günün orta çağı göy səmaya baxdıqda güneşi görür, yumru. Aylı gecədə isə əlbəttə ki ayı görecek. O da yumru. Neden onlar yumrudur? Meğer onlar yumrudur mu? Meğer yer küresi yumrudur mu? Bəs yer küresinin sonu haradadır? Haradır sonu yer küresinin? Maraqlıdır, öyle değil mi? Yer küresinin sonu haradır? Bax, o sanduğa bir bəndəni qoyuruq və oradan yıxılır. Hara düşəcək? Və ya göydə olan ay parçası və onu dövrə vuran raket. Axı ay bak balaca değil mənim əzizlərim. Heç onun ölçü vahidi bilinmir. Kəşf olunmuyub. Bu raket haranı dövrə vurub? Mən əzizlərim, uşaq vaxtından bugünə kimi elə
Mən də öz fərziyələrimlə kifayətlənmişəm. Mən ayı elə bu dünya ölçüsündə görürəm. Əgər bu belədirsə, demək bu dünyanı fəth edə bilən raket ola bilməz. Ay, xırda deyil ki, onu dövrə vurasan. Ay böyükdür. Və özünüz mənim əzizlərim, təsəvvür edin. Bir ərazidən digər əraziyə buraxılan, yəni ki, hücum, silah raketlər. Bəli, bu raketlərin məsafəni tez bir zamanda qət etməsi, məyər bu raketlərə bənzər, yəni ki, silah raketlərə bənzər uçaq kəşf etmək olarmı? Bəndələri bir ərazidən digər əraziyə dəqiqə ya saniyəyə çatdırsan. Yaxud elə kosmosa buraxılan raketlər. Deyirsiniz ki, onlar dövrə vurur. Bəs belə bir uçaq icad etmək olarmı? Bir neçə saat göy səmada pərvaz etsin. Ola bilər. 1 saat, 2 saat, bəlkə də belələri var. Amma 3 gün, 3 gecə yaxud bir göy səmada, bir ərazidə yəni ki, göyü, səmanı pərvaz edən deyil. Göydə dimdik duran uçaq varmı? Saatlarla. Yəni raketlər kimi. Kosmosa uçan raketlər kimi. Varmı eləsi? Yəni səmada dayanır. Raket kimi. Varmı beləsi? Mənə elə gəlir ki, olacaq. Və bir ərazidən uzaq bir əraziyə atılan silah raketlər və onları yəni silah kimi yox, bir bəndələri bir ərazidən digər əraziyə daşıyan raket kimi bir uçaq icad etmək, kəşf etmək olarmı? Bax, elə bu səbəbdən mən düşünüb daşınıram ki, ayı fəth etməyə gedən raketlər yaxud raket. İnanmıram ki, orada ayı dövrə vursun. Necə ayı dövrə vurmaq olar? Mənim əzizlərim, bir tərəfdə gün çıxır, bir tərəfdə gün batır, bir tərəfdə gecədir, digər tərəfdə gündüz. Bu göy hardadır? Səma. Bu ay harda olub o raketlər? Bu ayı dövrə vurduqda şimal, cənub, şərq, qərb. Ay məyər gəzirmi? Dövrə vurarmı?
bu dünyada, yaxud güneş. Ya da ki yaşadığımız bu yer planeti, planeta Zemlya devrə vururmu? Bu dünya neyin üzerindedir? Sağı solu nedir? Biz bilirik ki, biz dünyada yaşayırıq. Yer planetində. Planeta Zemlya. Denizler, çaylar, göller, şelaleler, her şey var, mevcuttur. Qitələr. Elə deyilmi mənim əzlərim? Bəs sonluq, dünyanın axırı xətti hardadır? Xətti, məsafəsi. Demək, bu dünya kəşf olunmayıb. Nəinki dünya, bu yaşadığımız ərazilər, hər bir məmləkətin öz yaşadığı bir yerlər, meşələr, dağlar, çaylar, diyarlar. Bəli, baxın, nə qədər şəlalələr mövcuddur dünyada. Okeanlar, dənizlər, çaylar, göllər. Amma sülh müharibəsi gedir. Bəli, bugün bəndələr sanki tam fərqli düşünüb daşınırlar. Bəli, mənim əzizlərim, tam fərqli. Təsəvvür et dostum, iki bəndəni götürək. İki bəndə, yaxud iki dost olsun. Öz aləmlərində dost olar. Bir arada götürək onları, hem söhbətdilər. Biri nəsə fikir söyləyir. Digəri isə ona qulaq asaraq beynində min bir fikir devrə vurur. Biz bilə bilmərik ki, bu bir bəndənin digər bəndəyə dediyi sözlər bu bəndiyə necə təsir edib? Xoşməramlıdır, yoxsa şər bir fikirdir? Bəlkə o düşünüb daşınır. Bəlkə ona açıqlı bir cavab verim. Bəlkə sözünü kəsim. Bəlkə vurum onu. Allahu Ekber, qılıncım olsaydı onu iki bölərdim. Və birdən dayanır. Yox, belə etmək olmaz. Qoy onu sonuna kimi dinləyim. Sonra cavabını verərəm. Hər birimi beyində bu belə tüğyan edir. Deyərdim ki, düşünüb daşınan ağıllı bəndələr, müdrik bəndələr beyinlərini özləri tənzimləyir. Fikir və düşüncələri ilə onların beynində ancaq tərəzi olur. Amma tam fərqli bəndələr, bugünkü bəndələrdə bu cürdür. Bəli, dinləmə qabiliyyəti olmayan bəndələr, bir-birini kəsib doğrayanlar,
bir sözün mənasını kəşf etmədən əlinə qılınc götürənlər. Bəli, hiləgərə ağıllı deyənlər, ağıllıya isə cadugar. Bəli, bugün tam fərqli izahlar, təhlillər gedir. Bugün dövlətlər arası da bu belədir. Mənim əziz dostum, mən deməmişdimmi? Dövlət başçılarının da Twitter səhifələri qara əllərlə dəyişdirilir. An-ba-an, dəqiqə-dəqiqə demişdimmi? Demişdim. Və bunu görürsünüz siz bugün. Bunu mən çoxdan bilirdim. Amma axır ki söylədim. Məqamı gələndə fikir söyləmək olar. Yenə bunu bilməyənlər bilsin. Bəli, ara vurmaq üçün və digər başqa işlərə görə. Siz fikirləşməyin ki, başqa bir dövlətin səhifəsinə girən qara əl haradasa yenə kiber hücuma keçib. Yox, bunu özləri belə edir. Sadəcə əlləri girən yerdir. Və selami. Mən bunu demişdim axı. Və dövlətlərin arasında olan dedikodular, söz-söhbətlər, millətçilik. Bu barədə də danışmışdım. Mən dəfələrlə deyirəm ki, heç bir dövlət arasında sıx, yəni ki, əlaqə mövcud deyil. Mövcudluq sanki dövlət başçılarının arasında ola bilər. Bir dövlət öz dövlətini qorumaq üçün mənafeyinə görə dövlətin yaxşı yaşamasına görə hər hansı bir işləri görməlidir və bu belədir. Amma ki qaldı hər hansı bir dövlətin hiləgər, digərinin isə saf olmasına və ona inanmasına. Bu da süni zəkanın bəhrəsidir. Mən bu barədə çox danışmışam. Amma nə etmək olar ki? Neysə, dostum, mən bunların hər birini sənə danışıram. Bu axı belədir. Bugün haksızlıqdır. Haqq ədalət sanki ölüb dünyada. İnsanları qarışqa bilirlər. Minlərlə insanın məhvi. Bu iblislər üçün sanki qarışqa ölümüdür. Bəli. Bir dövlət təsəvvür edin.
qalibdir. Əməlli başlı qalib. Demək olar ki, tüm dünya onu qalib bilir. Amma onun düşmən tərəfi özünü qalib bilir, onu məğlub bilir. Amma bu belə mi olmalıdır? Bu şahmat taxtası deyil axı. Gəlin, məsəl çəkim. İran. Təcrid olunmuş ölkə. Hava qoruma gəmisi mövcud deyil. Səmanı qoruyan hava gəmiləri yoxdur. Nəyi bacarıb onu da kəşf edib, özünü qorumaq üçün, millətini, dövlətini qorumaq üçün təcrid olunmuş embargolarla, sanksiyalarla yaşayan dövlət. Bu dövlətin üzərinə gələn hər bir ölkə, yəni heç zaman özünü qalib bilə bilməz. Çünki kör, gör. Bunu dünya görür. Nədən? Çünki sən varlı, karlısan, sənin hər şeyin var. Kasıbın üzərinə gəlmisən. Sən ki, qonşuluqda varlı, dövlətli və kasıbın yaşadığı bir ev kimi. Və burada təcrid olunmuş embargolarla, sanksiyalarla illər uzunu yaşayan bir ölkə sənə qalib gəlib. Sən hər bir etdiyini siyahıya alırsan. Nədən? Özünü yaşatmaq üçün. Bəndələrinə xoş gəlmək üçün. Təcrid olunmamadığı üçün. Amma İran tək sənlə mi savaşır? İki ölkə bir İranın üzərinə gəlib. Və İran qalibdir. İran nə olsun ki? Yəni ki, savaşı bu cür tətbiq edib. Bəndələri məhv olub. Amma nəyə görə məhv olub? Bu, yəni ki, vacib, lazım olmayan, günah sayılan müharibəyə görə. Bilirsinizmi? Bu özbaşınalıqdır. Bu büyük bir abırçılıqdır ki, bir dövlətin başında, yəni ki, sırf İsrailə, Yahudilərə yaxın dəstək olan birisi qalması üçün boyunu çıxarmaq, insanları məhv etmək və bütün dünyanı ələ almaq, Yahudi lobbisi ilə insanların qanını tökmək, kölə kimi əlinin altında saxlamaq. Göydə Allah var. İran mənim aləmimdə. Necə ki, alimlər haqqında fərziyyələrim mövcuddur. İran haqqında da
öz doğrularım mövcuddur. İran demək olar ki, Amerikanı məğlub etdi. Bəli, bu məğlubiyyətdir. Körfəz ölkələrində hərbi bazalar kimə məxsusdur? Amerikaya. Gəmiləri, uçaqları, nə qədər əskərləri məhv olub. Nədən onların tabutlarını daşımırlar? Amerikaya göstərmirlər. Nə qədər yaralı əskərləri vardı, onların nə qədəri məhv olub, nədən onlara dünya bilmir? Nədən Amerika milləti bilməsin? Amerikanın əskərləri bu müharibəyə nədən giriş edib, nədən məhv olub? Məyər İranın nə işi vardı Amerika ilə, İsraillə? Onların nə işi var İranla? İran təcrid olunmuş dövlətdir. Embargolarla, sanksiyalarla yaşayır. Heç kimlə işi yoxdur. Oturub sakit öz evində qırmızı xəttini tanıyır. Və siz niyə qırmızı xəttinizi tanımırsınız? Bəs sən Amerika, o qədər başın qarışıb, sənin məmləkətin hər gün bir tərəfdə çatlayır, ya da partlayır, yanğınlar baş verir. Nədən? Nəzarətə götürmürsən öz məmləkətindən, məşğul olmursan, öz Amerikalılarına gözəl yaşatmırsan. Nədən bu oyuna girdin? Nədən bu, yəni ki, Hörmüz boğazını işə salaraq, yəni ki, özünü günahsız çıxarmaq istədin. Nədən? Bilirsən, səni təcrid etməlidirlər. Bəli, bu mütləq şəkildə belə olmalıdır. Bəli. Nədən? Özünü yaşatmaq üçün, İsraillərin peyğəmbəri olmaq üçün, estağfurullah. Bu biabırçılıqdır ki, başqa bir dinlərə sataşırsınız. Ayıbdır. Sən Amerikalı heç zaman Allahu Ekber deyə bilməzsən. Bu dinə sataşmaq deməkdir. Bu bəndələrə, İslam dininə sataşmaq deməkdir. Bütün müsəlmanlara ayaqlamaq deməkdir. Nədən belə edirsən? Hörmüz boğazını açmaqla sən öz millətinə bildirmək istədin ki, yenə bax, mən buna görə savaşırdım. Ona görə ki, səni orada paramparça etməsinlər. Bunu mən yaxşı bilirəm. Bunu bilməyənlər bilmir. Bəli, bilmirlər ki, bu hansı səbəbdən Hörmüz boğazı gündəmə gəlib Twitch səhifələrində. Gəmiləri buraxsan, mən səni partlatmayacağım. Yəni ki, savaş güya ki buna görə olub. Məyər Hörmüz boğazı bağlıydırmı? Əlbəttə ki, yox. Bu cizgi filmidir əməlli başlı. Ey Amerikalılar, sizin dövlət başçınız kömək istəyir sizdən. Ötən ayda videomda bu barədə danışmışam. Bəlkə ona kömək edəsiniz. Baxın, görün, hansı saman çöpünə əlini uzadıb ki, siz onu paramparça etməyəsiniz. Yox ki, Hörmüz boğazı bağlı olduğuna görə İranı yerlə yeksan edəcəkmiş və edib. Və bunu etməsən yenə hücuma keçəcəm. Kimə görə? İsrailə görə.
ve biabırçılıqdır. Bilin və agah olun ey Amerikalılar. O, Hörmüz boğazını gündəmə gətirdi ki, sizin onunla işiniz olmasın. O taxt tacda sizin söylədiyiniz kimi kral kimi də mövcudluğunu saxlasın. Bəli. Bilirsinizmi mənim əzizlərim nədən? Mən Peyğəmbər sözünü ifadə etdim bayaq yuxarıda. Çünki günlərin bir günü o İsrail övladları yenə Yahudilər, İsraillilər, bilmirəm, kimlərsə ona öz heykəlini ərmağan etmişdilər. Və sanki Qəzza bölgəsini, İranı, bütün diyarları paramparça edib və dimdik durub, heykəlcikdir. Müsəlman aləmini dağıdaraq özü dimdik durub və özü öz heykəlinin qarşısında şam yandırır. Güya ki Allah adamıdır. Bunu belə təsəvvür ediblər və bugün də bu belədir. Bəli, özünü müqəddəs bilir. Halbuki tüm dünya ondan danışır. Bəli, onun əməllərindən, onun getdiyi yollardan. Bəli, nefti bir balaca uzlaşdırdı ki, güya ki milləti bilsin ki, günah İrandadır. İranın büyük suçu var. Bax, siz acından ölürsünüz İrana görə. Xeyr, bu belə deyil axı. Yalançı oyun oynadın. İransa bu oyunu yaxşı bilir. Amma sənin oyunun da Amerikalının yanında getməyəcək. Güya ki İranı yerli yeksan etmişdən öz bəndələrinə, Amerikalılara görə onları nefti baha alırlar. Kimə görə? İrana görə. Hay hay, keçəl suya getməz. Bu belə olmayacaq. Bütün dünya məmləkətləri bilir ki, İranın suçu yoxdur. Bəli, nə etməliydi? Nə etməliydi? Nədən sən Amerikadan o böyüklükdə məsafəni qət edərək İranın üzərinə gəlirsən? Nəyə görə? Sual verən Donald Trump'a nədən giriş etdi bu müharibəyə? Nə lazımdır ona? İranın neftini də yandırmısan, partlatmısan, bəndələrini də. Daha nə istəyirsən? Balaca körpə balaları öldürdün. Daha kimlər qalıb? Nədən imkan vermirsiniz? İran yaşasın. Nə istəyirsiniz İrandan? Ey Amerikalılar, ona sual verin. Nə istəyir o İranlılardan? Nədən İsrailin və digər ölkələrin silah sursatı olduğu halda İranın silah sursatları olmamalıdır? Məyər İran istəsə, lazım olsa, sənin ərazinə hücuma keçə bilməzmi? Fəndlər var. Elə Amerikanı da tuşlaya bilər. Çünki onun savaşı Amerika ilə deyil axı. Heç İsraillə də savaşı bitmişdi. Nədən bu savaşa giriş etdiniz? Sən o böyüklükdə yolu qət edərək gəlmisən İranın hücum üstünə keçməyə. Yəni İranı darmadağın etməyə. Bəs təsəvvür edə bilərsənmi ey İran, ey Amerika? İran büyük əraziləri qət edərək o gəlsin Amerikanın üstünə. Burada körfəz üstü, yəni ki üstlərini, bazalarını deyil, sənin Amerikanı darmadağın etsin. Bu mümkündürmü? Mümkündür. İrana gərəkdirmi ki? Yox. İranın nə işi var Amerikada? İranın
öz ərazi qonşuları var. İsrail nə qədər kənardadır İrandan. O nə istəyir İrandan? Nə istəyir ərəb ölkələrindən? Ərazilərini genişləndirmək. Bəs bütün dünya məmləkətləri nədən səsini çıxarmırlar? Nədən onu dayandıra bilmirlər? Nədən? Nədən Netanyahu həbs olunmur? Siz hər biriniz, Netanyahu da, sən də Donald Trump, yaşıl milli keçmisiniz. Bu belədir, aydındır. Sizin hər biriniz və arxadayaqlarınız hərbi cinayətkarlardır. Bəli, hərbi cinayətkarlıq etmişsiniz. Hərbi cinayətiniz var. Sizin üstünüzə hücuma keçən olmayıb. Siz hücuma keçmişsiniz. İranın çörəyinə bais olmuşsunuz. Millətini öldürmüşsünüz. İndi humanitar yardım verirlər ona. Nədən deyirdin ki, sizə yardım göndərirəm? Niyə? Qan tökməyə. Kimin qanını tökdünüz? Demək belə çıxır ki, göndərdiyiniz silahlarla İran əhalisini qırdıran da siz olmuşsunuz. Siz hərbi cinayətkarlarsınız. Siz hakim qarşısına çıxmalısınız. Əgər başqa bir problemləriniz varsa, başqa bir təcrid yolları da var. 2 yol var. 2 təcrid. Və bu yolların başında duran ya həkim olar, ya hakim. Bunu bilin və agah olun. Bəli, bu axı belədir. Nədən bütün ölkələrə qarşı çıxırsınız? Nədən darmadağın etmişsiniz bütün dünyanı, bir-birinə qatmışsınız? İndi İranı suçlu bilmək istəyirsiniz. Hə? Nədən? İranın suçu mu var? Sən böyük bir ərazini qət edərək İranın üstünə hücuma keçmişsən. Bax, bu sualı verəcəklər sənə. Nədən darmadağın etmişsən İranı? Nədən anaları balasız, balaları valideynsiz qoymuşsan? Bax, bu suallar veriləcək sizə. Hərbi cinayətkarlar, dövlətin başında belə mi bəndələr durmalıdır? Siz kimə itaət edirsiniz? Sitayiş edirsiniz? Mən bilmirəm. Bu biabırçılıqdır. Bu biabırçılıqdır. Böyük biabırçılıqdır ki, bütün dünya məmləkətləri susur. Nədən həqiqətləri söyləmirsiniz? Nədən danışmırsınız? Kim kimə hücuma keçib? İran mı Amerikanın üstünə hücuma keçdi? Yolları qət etdi. Getdi Amerikanı, Washingtonu, Pentagonu, Indiana ştatlarını və digər ştatları darmadağın etdi. Bu olmayıb axı. Yaxud da ki, İsrailə 12 günlük savaşda İsrail məğlub oldu və müharibəni dayandırdınız. Bəs bugün ağ bayraq sizin əlinizdədir və İranın şərtlərinə siz qulaq verməlisiniz. Onun dedikləri olmalıdır. Çünki siz onun ölkəsini darmadağın etmişsiniz. Çörəyinə bais olmuşsunuz, neftini yandırmışsınız, ekologiyasını körləmişsiniz. Bunun əvəzini kim verəcək? Kim verəcək bunun əvəzini? Bəli. Yazdıqları tweet. Bu biabırçılıqdır. Kimdir onları yazan? Kimdir saniyə bə saniyə bu yazıları danışdıran, değiştirən? Kimdir Donald Trump'ı İslam'a sataştıran?
Kimdir onu ilan? Bu məlum məsələdir. Amma bilin və agah olun. İran bugün qalibdir. Tüm dünya İranı qalib bilməsə belə, mənim uca Allahım İranı bu müharibənin qalibi bilir. Bir də mən. İran mənim üçün bu müharibənin qalibidir və aslanıdır. Bəli. Amma onun silah sursatlarına pəl vuranlar, məyər sizin silah sursatlarınız yoxdurmu? Hansı ölkə durduğu yerdə bir-birinə raket buraxar? Hər birinin ordusu var, silah sursatı var, yerin altında. Müharibə zəminində çıxarmaq üçün bir silahdır. Məyər bugün özünü göstərməməliydimi İran? Özünü xilas etməməliydimi İran? Hər bir kəs bunu edərdi. Ey ağzına su alıb oturan dövlətlər, gözləyin, görək sizin üstünüzə Amerika, İsraillə qoşalaşıb bir yerdə hücuma keçdikdə siz nə edəcəksiniz? Yox, siz İran etdiyini etməyəcəksiniz. Sizin atom nüvə başlıqlarınız var, atom silahlarınız var, böyük raketləriniz var. Bax onlarla işi bitirəcəksiniz. Müharibə uzun çəkməyəcək. İranda olduğu kimi. Sizin savaşınız bir günlük olacaq. Bir gecəlik. Odur ki, haqqı dəstəkləyin. Kimdir burada günahkar? Kimdir burada suçlu? Kim İrana hücuma keçib? Bundan danışın. Kim İranın torpağını, tarixi abidələrini, tarixini yerli yeksan etdi? Kim bunlara tikəcək? Nə qədər əlilləri, zəlilləri, şikəstləri var, yetim uşaqlar var. Atasız, anasız qalanlar var. Nə qədər şəhid verənlər var. Onları kim yedirəcək? Bu təcrid olmuş çörəyi yanmış ölkədə. Nə deyirsən? Deyirsən, Hörmüz boğazından da pul qazanmasın, öz ailəsini yedirmək üçün. Elə isə təzminat ödə, təzminat ver. Bəs bəndələr nə yeməlidir? Nə içməlidir? Suyunu da zəhərləmisən. Bax, elə bu səbəbdən siz hakim qarşısına çıxmalısınız. Siz hərbi cinayətkarlıqlar etmişsiniz. Hərbi cinayətkarlar. Hərbi tribunalda sözünüzü bax orada Amerikalılara çatdırın. Bəli, sizin iki təcrid yolunuz var. Həkim, bir də hakim.